Bir daha salam. Demək gəldik bura People's City Mission'a. Burada demək yenidən məndə bu dişdə problem düşdü, yaranmışdı. Ona görə gəldim. Vaxt təyin edildi. 3-4 gündən sonra isə gəldim bura People's City Mission'a. Belə bir yerdir, görürsünüz. Mani bir yerdir. Burada hər cür şərait yaradıblar xəstələr üçün. Onu da qeyd edim yenidən. Hər bir şey pulsuzdur. Burada görürsünüz, belə bir şeylər qoyulur. Bunlar kim istəsə götürə bilər. Belə bir şeydir. Baxın, diş təmizləmək üçün bir şeylər. Sonra diş pastalardır belə. Kimin gözünə uyğundursa bu eynələrdən götürə bilər. Məsələn, belə pampeslərdir, yəni uşaqlar üçün qidalardır və s. Hər bir şey burada var. Görürsünüz, bunlar da hər bir şeydən kim istəyir, nə qədər istəyir götürə bilər. Görürsünüz, uşaqlar üçün gülşədə yaradılır. Bu da bizim balaca qəhrəmanımız. Paltarlardır, qoyurlar bura. Paltarları kimin ehtiyacı var? Pulsuz, parasız. Belə paltarları götürə bilər. Sonra bu belə bir yerdir. Güzel, mehriban insanlar sizə xidmət edir. Gülərüz. Hər bir şey pulsuzdur. Orada bunların restoranlarıdır, kişi və qadın, əhli olsun və s. Yəni, belə bir yer var, kimin imkanı yoxdur və yaxud zəifdir. İmkanı olan insanlar da gəlir bura. Yəni, kömək məqsədi ilə yaradılmış bir klinikadır. Bəncə deyərdim, bəlkə şəhərcikdir bura. Kiçik bir şəhərcik. İstənilən insan müraciət edə bilər. Heç bir sənəd təqdim etmədən bu tələb olunmur burada. Yaxınlaşıb hər hansı bir şəhətinlə bağlı istənilən problemi həll edə bilər. Çox gözəl bir şeydir. Amerikada bu çox insanların işinə yarayır, belə deyək. Bu qədər dostlar, istədim sizlə bölüşüm. Bu dəfə 3-cü səfərimdir, gəlmişəm bura. İnşallah görək də davamlı olmaz. Belə, bu qədər. Özünüzə yaxşı baxın. İnşallah görüşərik.